Bakının Sabunçu rayonunda 44 yaşlı Goranboy sakini həyat yoldaşına xəsarət yetirib. Məlumata görə hadisə ötən ilin avqustun 8-də baş verib. Goranboy rayon sakini Elmar həmin gün saat 00:30-da birgə yaşadıkları evin yataq otağında həyat yoldaşı Sevil ilə mübahisə edib. Onların arasında mübahisənin yaranmasına səbəb isə Sevilin əri ilə kobud danışması üstündə yaranıb. Yaranmış mübahisə zamanı 44 yaşlı kişi əli ilə arvadının üz nahiyəsinə, ləyəklə başına, təpi ilə qol nahiyələrinə zərbələr endirib. Faktla bağlı təqsirləndirilən şəxsin barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. İttihama münasibət bildirən Elmar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, həyat yoldaşı ilə barışıb. Zərər çəkmiş ifadəsində ərini bağışladığını, ona qarşı şikayətini geri götürdüyünü deyib. Sabunçu rayon məhkəməsinin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O cinayət məsuliyyətindən azad edilib.